Hamıya salam dostlar. Başlıqdan da gördüyünüz kimi bugün nətər özünüzü gəlişdirə bilərsiniz, nətər daha yaxşı PUBG oynaya bilərsiniz. Bu videoda bunlar haqqında danışacağıq. Zəhmət olmasa videoya keçməzdən əvvəl abunə olub, like atmağı, bir də yorum yazmağı unutmayın. Bunlar mənim üçün vacibdir. Bunları etdiksə, indi isə keçək videoya. Mənə görə özünüzü gəlişdirmək istəyirsinizsə, ən birinci olaraq yaxşı hassasiyyət qurmalısınız. Əgər hassasiyyət quranmırsınızsa, məndə bir dənə hassasiyyət var, öz hassasiyyətim. Bunu sizlərə verə bilərəm, siz də oynaya bilərsiniz. İstəyirsinizsə, indidən hassasiyyəti götürüb yaxşıdıra bilərsiniz. Çünki yaxşı oynamaq, özünüzü gəlişdirmək üçün yaxşı bir hassasiyyətə ehtiyacınız var. Hassasiyyət budur, götürməyi unutmayın. İndi bu da hassasiyyət kodudur. Bir də bəzən TikTok'da görürsünüz, siz də belə vuruşlar. Əgər siz də belə vuruşlar vurmaq istəyirsinizsə, bu göstərdiyim yerə, göstərdiyim antrenmanı gündə 2-3 dəqiqə eləyərək belə vuruşlar vura bilərsiniz. Yəni bu elə çətin bir antrenman deyil, eləsəz amma çox effektiv bir şeydir. 2-3 mərmi ilə ora sıxırsınız, amma çox yox da 2-3 mərmi. Çalışın ki, yəni 2-3 mərmi də ona dəysin. Yəni birinci antrenmanımız budur. Bunu gündə 2-3 dəqiqə eləməyi unutmayın. Bu antrenmanın daha effektiv bir yolu da budur. Gəlib buradan zoru seçirsiniz və bu göstərdiyim yerə yəni sprey atırsınız adamlara. Düzdür, mən biraz pis atsam da siz yəni daha yaxşı ata bilərsiniz. Bunları da gündə 2-3 dəfə eləyərək daha yaxşı sprey ata bilərsiniz. Skrimlərdə, zirvə savaşında və yaxud da yeni rank gəlib rankda daha yaxşı sprey ata bilərsiniz. İkinci antrenmanda budur. İndi isə keçək 3-cü antrenmana. 3-cü antrenmanda budur. Bu gördüyünüz mankenlərə yəni belə skop atmaqla vura bilərsiniz. Bunu piklə və piksiz də eləyə bilərsiniz. Bu nə işə yarayır? Bəziləri soruşacaq yorumda. İndidən deyirəm, daha tez adama uzaqlanmağınız və daha tez skop atıb adamı vurmağınıza yarayır. Həm də aiminizi bəlkidir. Bunun iki növü var. Bir, belə skop atıb dayanmadan atıb vurmaq. Bir də var, arada skop atıb piklə vurmaq. Bax, indi bu videoda görsət. İndi isə keçək 4-cü antrenmanımıza. 4-cü antrenmanımızda bu görsətdiyim divardan bu mankenlərə sıxırıq. Bu nə işə yarayacaq deyəcəksinizsə, biz divardayıq, məsələn rəqib üstümüzə raşlayır, buradan incə pik ataraq onu vurmağımıza yarayır. Bunu da gündə 2-3 dəfə eləsəz çox şey yarayacaq. Eləyib nəticəni özünüz görə bilərsiniz. İndi isə keçək 5-ci antrenmana. 5-ci antrenmanımız da budur. Deyəcəksiniz ki, bu nə işə yarayır? Bəlkə də bu ən yaxşı antrenmandır. Buradakı gördüyünüz kimi vuruşları bu antrenman nəticəsində vura bilərsiniz. Bir də abunə olub like atmağı unutmayın. Sağ olun, salamat qalın.